Hamıya salam, yeni videoma hoş geldiniz. Bugün şkafın üstünü temizlemekle videoya başlamak istedim. Artık burada her şey karışmıştı birbirine. Bunun için de mağazadan 2 büyük konteyner aldım ve hemen o artık eşyaları onun içerisine yığdım. Bence belə daha güzel ve səmərəli oldu. İstifadə etmədiyimiz və ata da bilmədiyimiz əşyaları bunun içərisinə yığdım. Telefon qutuları, təzyiq aparatı, sənədlər kimi əşyaları bunların içərisinə yığdım. Məncə belə daha yaxşı oldu. Şkafın üstü bu cür oldu. İndi də keçirəm şkafın daxilinə. Daxilində də vəziyyət belə idi, qarışmışdı. Bunları da toplamağın vaxtı gəlib çatmışdı artıq. Başlayıram birinci bunları bir-bir atmağa. Elə atmağı yox, yerə atmağı. Ümumiyyətlə belə videoları sevirsinizmi, bəyənirsinizmi? Oradakı ləkə öz tərkibindədir, getmir. Mən çox bəyənirəm belə videoları. Ona görə də çəkmək istədim. Həmişə belə videolara baxırdım. Xoşum gəlirdi. Dedim niyə də yox, mən özüm niyə çəkməyim. Fikrimdə maraqlı videolar tutmuşam. İnşallah abunə olsanız, onların hər birindən xəbərdar olmuş olacaqsınız. Belə bir xurcunun içinə də qalan yun paltarları topladım. Gələn ilə saxladım. İnşallah gələn il istifadə edərik. İndi isə mənim necə sehirli olduğumu görəcəksiniz. Deyə bilərsiniz ki, bəs indi niyə sehrindən istifadə eləmədin? Məncə düz deyərsiniz. Artıq burada sizlə sağollaşıram. Bura qədər izlədinizsə hər birinizə təşəkkür edirəm. Abunə olmağı, bəyənməyi unutmayın. Sağ olun, gələn videolara dək. Hələlik.